Qoşmanın digər nitq hissələrindən fərqləndirilməsinə aid olan belə bir testin izahına baxaq. E, Deyir ki, hansı cümlədə qoşma işlənməyib, yəni yoxdur. Biz bunun üçün variantlarda yalnız qoşma ola biləcək testləri seçsək, məsələn, kənardan baxan kimi üçün sözünün yalnız qoşma olduğunu görürük. Yəni, biz birinci olaraq D variantını çıxırıq. Gələk A variantına. Bu çox çaşdırıcı məqamdır. Yəni, evə doğru danışmadığı üçün Səhərəcən əzab çəkdi. Burada evə doğru sözü sanki kənardan bunun qoşma olduğunu xatırladır. Amma doğru sözü danışmaq feilini izah edir. Yəni, doğru zərfdir burada. Burada qoşma var. Səhərəcən sözündə səhərə kimi zaman mənasında gedir. Yəni, burada qoşma var. İllərdən bəridir ki, onların dostluğu davam edirdi. İllərdən bəri, bəri qoşması, zaman qoşmasıdır, çıxışlıq halından işlənib və xəbərli funksiyasıdır. Bəli, qoşmalarda belə bir funksiya var. Xəbərli funksiyasına çıxış edə bilərlər, o zaman ki, özündən əvvəl qoşulduğu sözlə birgə. Bunu da çıxarıq. Bu işə hamıdan əvvəl o qol qoymuşdu. Nə zaman? Hamıdan əvvəl. Bəzən bu tipli sözlər parçalanır. Parçalansa ayrı-ayrı söz kimi baxırıq buna. Yəni, ikincisini tamamilə zərf götürürük. Amma çıxışlıq halına üstə gəlmək, əvvəl qoşması, birlikdə zaman qoşması götürülür. Və geriyə qaldı E bəndi niyə görə? Bostanında başqa adamlara da pay ver. Yəni, demir ki, bostanından başqa adamlara pay ver. Fərqlənmə qoşması olur başqa sözü. Amma biz buna ayrı-ayrı sual veririk. Hansı adamlara? Başqa adamlara. Bu söz ayrılıqda suala cavab verirsə, deməli bu sifətdir və nədən? Bostanından. Bu da ayrıca isimdir. Yəni, ayrı-ayrı suala cavab verdi. Biz bunu artıq qoşma kimi götürmürük. Və cavabımız da olacaq E bəndi.